Yeniden salam. Bugün sizinlə müraciətlər modulunu izah edib göstərəcəm. Gəlin keçək. Müraciətlər moduluna buradan daxil olub qarşınızda bütün potensial və hal-hazırda əlinizdə olan müraciətləri daxil eləyib idarə edə bilərsiniz. Bu nə üçün lazımdır? Təsəvvür eləyək. Əlinizdə 30 dənə potensial müştəri var. Sizə yaxınlaşıb və yaxud siz onlar ilə əlaqə saxlayıb hər hansı bir əmlakı göstərib təklif etmək istəyirsiniz. Siz bunların siyahısını ya kağızda və yaxud Excel-də aparacaqsınız. Və təcrübə əsasən deyirəm ki, Excel-də və yaxud kağızda aparılan bütün məlumatlar çox qarışıq olur və yaxud ən pis vəziyyətdə itir. Biz də Esato komandası olaraq sizin bu probleminizi öz üzərimizə götürmüşük və həll etməyə cəhd etmişik. Gəlin tanış olaq. Hal-hazırda qabağınızda bizim test bazasını görə bilərsiniz. Test bazamızda gəlin yeni bir müraciət əlavə edək. Ad, soyad Ülkər xanım olsun, telefon nömrəsi gördüyünüz kimi bu olsun. İstəyinizə uyğun olaraq e-mail daxil edə bilərsiniz və sorğu tipini seçə bilərsiniz. Sorğu tipini gəlin seçək icarə, yəni Ülkər xanım icarəyə bir əmlak götürmək istəyir. Büdcəsi nədir? Gəlin fikirləşək. 450 AZN ilə 1000 AZN arası. Bəs statusu? Hal-hazır müraciət edib və yaxud artıq göstərişlər aparılır, ya da danışıqlar aparılır, ya da satış prosesindədir və yaxud ödəniş alınıb. Və yaxud indi göstərəcəyim kimi gələcəkdə sizin əlinizdə olan hər hansı bir müraciəti dəyişə bilərsiniz. Və Ülkər xanım bizim təklif etdiyimiz bir əmlakı almaq istəməsə, icarə götürmək istəməsə, biz ləğv olunduya basa bilərik. Amma gəlin hələlik müraciət edildiyə basaq. Və gəlin fikirləşək. Biz Ülkər xanımın təklifini hardan tapmışıq? Mənbəsi nədir? Buradan seçək Instagram. Təsəvvür eləyək ki, biz Instagram səhifəmiz var. Bizim bu Instagram səhifəsində Ülkər xanım öz müraciətini edib və biz müraciəti yadda saxlamaq üçün Esato sistemində yaddaşa veririk. Əlavə qeydlər olaraq yaza bilərik ki, Ülkər xanım üçün Yasamal rayonu ərazisində bir əmlak tapmaq lazımdır. Gəlin əlavə eləyək. Gördüyünüz kimi, Ülkər xanımın müraciəti yaddaşa getdi. Baxa bilərsiniz, burada Rasim bəy, İslam bəy və yaxud Lalə xanım kimi müxtəlif müraciətlər var. Biz bu müraciətləri test olsun deyə, demo olsun deyə yazmışıq ki, göstərə bilək sizə. Gəlin baxaq. Ülkər xanım. Ülkər xanımın tapşırığı, daha doğrusu müraciətinə əlavə oluruq və istədiyimiz vaxt bunu redaktə edə bilərik. Ülkər xanım dedi ki, 1000 manat çoxdur, bunu 800 manat edək və yaddaşa verək. Gördüyünüz kimi, hər şey dəyişdi. Və yaxud artıq Ülkər xanım bizlə işləmək istəmir, ona görə biz artıq statusu ləğv olunduya qoya bilərik. Bunu yaddaşa verəndə gördüyünüz kimi status ləğv olundu. Və siz istədiyiniz hər hansı bir müraciəti buradan və yaxud daxil olub buradan silə bilərsiniz. Gördüyünüz kimi, hər şey silindi. İndi isə gəlin sizə bir maraqlı bir funksiya göstərim. Təsəvvür edək ki, sizin siyahınız artıq böyüdür, həddindən artıq çox müraciət var və bunu tapmaq üçün çox sadə bir funksiya var. Bu da axtarış funksiyası. Gəlin, Ramiz müəllim yazaq. Gördüyünüz kimi, Ramiz müəllim çıxdı və yaxud yazaq. Lalə xanım. Gördüyünüz kimi, Lalə xanım çıxdı. Siz ad, telefon və ya kod ilə axtarış edə bilərsiniz. Kod gördüyünüz kimi burada. Basıb burada kodu ən aşağıdan ən yuxarıya apara bilərsiniz
həmçinin ad və tarix ilə. Gördüyünüz kimi tarixə basanda hamısı eyni tarix olduğuna görə dəyişmir. Amma basanda ən yaxın tarixdən ən uzaq tarixə və yaxud ən uzaq tarixdən ən yaxın tarixə kimi dəyişə bilər. Əlavə olaraq bütün statuslar, yəni statusa əsasən axtarış edə bilərsiniz. Gəlin sadəcə satış prosesini seçək. Gördüyünüz kimi satış prosesi qabağımıza çıxdı. Seçək ödəniş alınıb, seçək müraciət edildi. Müraciət edildi çoxdur deyək. Bu çox çıxdı və görə biləcəyiniz bütün statuslar ilə axtara bilərik. Gəlin bütün statuslara baxaq. Bəli. Bu modul sizin işinizi sadələşdirib, avtomatlaşdırıb, sistemləşdirə bilər. Siz Estatonun müraciətlər modulunu istifadə edib işinizi asanlaşdırıb, avtomatlaşdırıb, sistemləşdirə bilərsiniz. Siz artıq öz müraciətlərinizi telefonunuzda yox, kağızda yox, Excel-də yox, sırf Estatonun müraciətlər sistemini, modulunu istifadə edib rahat bir şəkildə idarə edə bilərsiniz. Hər hansı bir sualınız olsa, bizim Instagram səhifəmizdən və yaxud texniki nömrədən əlaqə saxlayıb soruşa bilərsiniz. Diqqətiniz üçün çox sağ olun. Uğurlar.